Bu Azərbaycana əgər qayıtsaq, baxın, bu Zəngəzur dəhlizi, hansı ki paralel olaraq indiki Gürcüstana gedən dəhlizlə. Yəni bax bunun biz keçən dəfə üstünlüklərindən təbii ki danışdıq. Üstünlükləri var və bəli bizə verəcəkdir. Sadəcə olaraq bu nə vaxtda bu demək Bakı-Tiflis yolu kimi, yəni belə deyim də, yük götürmə qabiliyyəti olacaqdır. Bakı-Tiflis qədər olmayacaq ilkin mərhələdə. Çünki Zəngəzur dəhlizi 15 milyon ton yükü nəzərdə tutursa, Bakı-Tiflis yolu artıq 30 və bəzən düşünürəm ki 40 milyona qədər daşıya bilər. Hələ Gürcüstan hissəsi 48 milyondur. Yəni Gürcüstanın şərqlə qərbi əlaqələndirən yol yeni genişləndirmə, modernizasiya işlərindən sonra bu rəqəmə gəlib çıxıb. Qarsın isə üzü Ankara istiqamətində olan yolun 2029-cu ilə modernləşmədən sonra ikinci xətt elektrifikasiyadan sonra 20 milyona çıxacaq. Yəni Bakı-Tbilisi-Kars 5 milyon, Zəngəzur dəhlizi 15 milyon. Bu tərəf 20 milyondursa, digər tərəf 2 dəfə daha çox. Bəs yaxşı, bu deyək ki, məsəl üçün də biz bunu yük daşımanı belə deyim də, indi hazırki dövrdə təkcə dəmir yoluna eləmirlər də, bunu həm də tırlarla, digər yollarla daşıyırlar. İndiki hazırki bizdə yollar, yəni ona hazırdırmı? Məsəl üçün daha böyük yüklər qəbul etməyə? Bizim yollar demək olar ki, hazırdır. Müəyyən hissələr var ki, sırf Zəngəzur dəhlizi istiqamətində Ələtdən deyək ki, Horadizə qədər olan hissədə müəyyən tikinti işləri gedəcək avtomobil yolları üzrə, amma Horadizdən Ağbəndə müasir avtoban tikilib 6 zolaqlı. Demək Naxçıvan ərazisində 4 zolaqlı tikilib. Düşünürəm bəzi yerlərdə ola bilər təkmilləşdirmə işləri görülə bilər. Türkiyə ərazisində də bu işlər bitib demək olar. Avtomobil yolları üzrə düşünürəm ki, işlərin çox hissəsi görülüb. Gürcüstan ərazisində bəzi layihələr hələ qalıb. Yəni Tiflisdən üzü Azərbaycan sərhədinə olan isə hələ ki 2 zolaqlıdır. Ötən ay, daha doğrusu ötən il belə bir xəbər yayıldı ki, tender elan olundu, sonra ləğv elədilər, sonra yenidən tender elan etdilər ki, Tiflisdən üzü Azərbaycan, Tiflisdən üzü Ermənistan sərhədinə qədər olan yolların 4 zolağa uyğun təkmilləşdirməsi və orada 640 milyonluq bir 51 kilometri Tiflis dairəvi yolunun tikintisi də nəzərdə tutulub. Bu da Tiflisə daxil olmadan avtomobil trafikin şəhərdən kənara çıxartmağı özündə ehtiva eləyir. Yəni bu işlər müəyyən hissələrdə qalmaq şərti ilə ümumi tamamlanmış hesab etmək olar.